Bir də deyirlər ki, namaz 2 rükətdir. İndi bunlar gedirlər məsəl üçün namaz qılmağa. Yaxşı, imam zöhrü qılır 4 rükət, sən necə sığışdırırsan o 2 rükəti? Döyüş ayəsi var 2 rükət. Onu gətirib ki, namaz 2 rükətdir. O döyüşə aiddir, özdə silahla da olmalıdır. Məscidə görə hamı silahla. Allah deyir ki, bir dəstə silahını qoysun, o birisi qılsın, sonra o birisi çıxsın, o birisi girsin. Yəni, belə namaz görmüşsünüz. Bunu dəlil gətirib deyir ki, özdə Allah deyir, yer üzərinə çıxsanız, yəni cihada, döyüşə və düşmanlardan qorxsaz, qorxmasaz namazı necə də elə qılın? Bu döyüş vaxtında olan namazdır. Aydındır? Bax, bu belə. İkinci, o 2 rükətdir. 2 rükətdir buna görə. Yaxşı, Allah Teala deyir ki, səfərdə olsaz namazı qısaldın. O 2 rükətini qısaldıb nə qədər eləyəcək? Yəni, qısaldaq da namazı, yaxşı. Səfərə gəlmişik, biz 4'ü 2 qısaldırıq, düzdür mü? Sünnə də gəlib ona görə. Bu 2'yi nətər qısaldarsan sən? Quranla izahını ver. Aydındır, bu zəlalətdir.